İzahlı test toplusu 15-ci hissə 71-ci sual. Choose a line of uncountable nouns. Sayıla bilməyən isimləri seçin. Baxaq. A bandında permission sayıla bilməyən isimdir, icazət mənasını verir. Meet at mənasını verir, sayıla bilməyən isimdir, amma sing isə sayıla bilən isimdir. Əşyalar mənasını verir. A bandı səhvdir. Postcard sayıla bilən isimdir. Idea sayıla bilməyən isimdir. Wall isə sayıla bilən isimdir. B bəndi də olmaz. Beauty gözəllik, impression təəssürat, guest qonaq. Qonaq sayıla bilən isimdir. C bəndi də olmaz. D bəndində citizen vətəndaş sayıla bilən isimdir. D bəndi də olmaz. Y bəndində soap, pollution, knowledge. Soap sabun mənasını verir. Pollution çirklənmə mənasını verir, knowledge bilik mənası verir. Hər üçü sayıla bilmə isimdir. Y bəndi doğru cavabdır. 72-ci sual. Choose a line of plural nouns. Cəm isimləri seçin. İsimlərin cəmi S və yaxud ES şəkilsi vasitəsilə düzəlir. Money sayıla bilməyən isimdir. Həmişə sayıla bilməyən isimlər həmişə təkdə olur. Cəm forması olmur. A bəndi səhvdir. B bəndi history sözü. History sözü sayıla bilməyən isimdir, o da təkdədir. Children sözü cəmdədir. Dear sözü, onun təki və cəmi eynidir, ola bilər bu cəmdə olsun. Furniture isə sayıla bilməyən isimdir, ona görə C bəndi də səhvdir. D bəndi clothes cəmdədir, tights cəmdədir, cattle cəmdədir. D bəndi doğru cavabdır. Burada Y bəndində news sözü təkdədir. Doğru cevap D bandıdır. 70-ci sual. Choose a correct variant. I am sorry but I have two more question. Üzr istəyirəm, mənim 2 daha sualım var. Burada questions olmalıydı. Çünki to var qabağında, 2 var. A bəndi səhvdir. B bəndində a little questions. Question sayıla bilən isimdir. Qarşısında little işlənməz. Çünki little sayıla bilməyən isimlərlə işlənir. I am sorry but I have a question. Üzr istəyirəm, mənim sualım var. C bəndi doğru cavabdır. D bəndində one more question. Bir sualım daha var. Burada questions cəmdədir. Question olmalıdır. S olmamalıydı. D bəndi ona görə səhvdir. Y bəndində a few question. Few sayıla bilən cəm isimlərin qarşısında işlənir. Questions olmalıydı. Doğru cavab C bəndidir.